Ayrılan baxın. Demək yoldaşı, birincisi sualda once a week yazır, həftədə bir dəfə. Yoldaş, həftədə bir dəfə etdiyimiz şey təkrarlanan hərəkətdir. İngiliscəsində bəzi zaman zərfləri var ki, onlar tezlik zaman zərfləri sayılırlar. Onlar təkrarlanan hadisələr göstərir. Məsələn, always-dir, usually-dir, often-dur, every day-dir, every year-dir, once a week-dir, once a year-dir və s. Bunlar təkrarlanan hadisələri göstərir. Təkrarlanan hadisələrdə ingilis dilində sadə zamanlarda işlənir. Məsələn, deyir Douglas həftədə bir dəfə piano dərsi alırdı da deyə bilərsən, alırdı deyə bilərsən, alacaq da deyə bilərsən. Amma üçü də yəni, ancaq sadə zaman ola bilər. Burada da həmin variantı uyğun gələn nədir? Y variantı takes-dir. Niyə də takes götürür? Burada Douglas axı he-dir. He take yox, he takes olar. Ona görə cavab nədir? Y variantı. İndi gəldik ikinci sual. İkinci sualda da eyni şəkildə once a month, ayda bir dəfə deyirsə, yenə təkrarlanan hadisədir. Yəni vərdişdir. Təkrarlanan hadisələri, vərdişləri yenə sadə zamanda verilir. Federal həbsxana icazə verirdi də olar, verir də olar, verəcək də ola bilər. Verir deyirik. Doğru cavab A. Sonra üstdə də often yazıb, tez-tez yazıb, yenə təkrarlanan hadisələri göstərir. Tez-tez, yəni təkrarlanan bir hadisədir. Yəni sadə zamandır. Amma burada cümlənin davamında in his childhood yazıb ki, uşaqlığında deyilsə, o zaman keçmiş sadə gedir. Olacaq played. Dominik də uşaqlığında tez-tez Tetris oyunu oynayırdı. Dördə gəldikdə last year hansı zamanda keçmiş sadə zaman olacaq cavab A variantı told. Sonra beşinci zamandan asılı bir şey değil. Bu elmi bir faktdır və ingiliscə elmi faktları indiki sadə zamanda verilir. Elmi faktları, elmi anlayışı indiki sadə zamanda verilir. Yetkin insan bədənində 206 sümük var. Contains olacaq. Contain yox, contains olacaq. Çünki bədən axı burada təkdir. Axı nə o, itdir. It contain yox, contains olar. Sonra növbəti 6-cı sual. Britaniyalı fotoqraf Edward Muybridge iş kino proyektini ixtira etdi. İngilis dilində ixtiralar keçmiş sadədə yazılır. İxtiralarda keçmiş sadə ilə verir. Invented, ixtira etdi. Sonra 7-ci suala baxsaq. Yesterday keçmiş sadə zamanda və hansı variant uyğun gəlir? D variantı. Leonard dünən baxmağa başladı, lakin bu axşam bitirə bildi. Sonra 8-ci sualda yox, olmaz. Yesterday konkret keçmiş sadənin zaman sərfidir. Bizim dilə baxmayın. Yəni bizim dildə hamısını qoyanda oturur. Amma ingilis dilində elə deyil. Dünən başladı. Dünən başladı deyərik. Yes, started deyəcək. Sonra 8-ə gəldikdə zaman budaq cümləsidir. Budaq cümləsi was keçmişdədir. Baş cümlədə keçmiş olmalıdır. Variantlara baxsaq bir dənə reads indiki zamanda, qalanları hamısı keçmişdir. Amma burada bizim üçün açar söz nədir? Always-dir, həmişə. Yəni həmişə dediyimiz şey nə olur? Bayaq dediyim kimi təkrarlanan hadisə olur və təkrarlanan hadisələr hansı zamanda verilir? Sadə zamanda verilir. Və keçmişə görə də keçmiş sadə götürəcəksə read. Teodor 15 yaşı olanda həmişə science fiction hekayələr oxuyurdu. Elmi fantastik yəni hekayələr oxuyurdu. Bu arada read feilini hər halda bilərsiniz, bütün zaman formaları eyni olur. Read, eyni yazılır, amma fərqli cür oxunur. Read, read şəklində oxunur. 9-a gəldikdə, bax burada yazır ki, 2 saat əvvəl deyir, 2 saat əvvəl. Əqo hansı zamandır? Keçmiş sadə zaman. Keçmiş sadə zaman Y variantı. Getsin mənim A niyə olmasın? Onda izahın məhsul növə görə olmur. Arrive var, çatmaq deməkdir. Maybe 2 saat əvvəl çatdı. Çatmaq deməkdir. Çatdırmaq deyil ha. Birdən düşünərsə ya maybe çatdırıldı zat elə düşünərsə elə deyil. Çünki arrive çatmaq feilidir, çatdırmaq deyil. Və arrive məhsulunda işlənə bilməz. Yəni hər feil məhsulunda işlədə bilmirik. Biz hansı feilləri işlədə bilirik? Təsirli feillər. Yəni kimi nəyi sualına cavab verən. Amma çatmaq feili təsirsizdir. Məsələn, mən bu gün kursa vaxtında çatdım. Hara çatdım, necə çatdım, nə zaman çatdım? Amma kimi nəyi sualına cavab vermir ki, arrive. Aydındır. Və çatdırmaq feili nə idi? Deliver feilidir ki,
Məhz onu biz təbii ki, nə də işlədə bilərik. Məhz üçün də işlətməyimiz mümkündür ki, çatdırıldı deyə bilərik. Mən mebeli çatdırdım, mebel çatdırıldı mənim tərəfimdən deməyimiz mümkün olardı. Sonra 10-cu suala baxsaq, burada at set time yesterday yazılıb. At set time yesterday nə deməkdir? Time nə göstərir? Saatı göstərir. Məsələn, deyirəm, dünən saat 5-də desəm, dünən saat 5-də nə iş gördünüz yoldaşlar? Düşünəsə, ay mən dünən saat 5-də ya dərs oxuyurdum, kitab oxuyurdum, sözləri öyrənirdim, yemək yeyirdim. Nəsə hər hansı bir iş görürsə, nə gördüyünüz iş istənilən bir iş olsa belə, yəni o davam edən bir hərəkətdir. İndi deyirəm, dünən həmin saatda nə iş görürdü? Dünən həmin saatda, demək onda davam edən bir proses, amma keçmiş davam edici olmalıdır. Roger və ailəsi nə edirdi? Son dəqiqə xəbərlərinə baxırdı. Dolayısıyla Roger və ailəsi cəm olduğu üçün, and iki anlayışı bir-birinə bağladığı üçün xəbər cəm olur. Were watching olacaq, was watching olmaz. Sonra 11-ci suala baxaq. 11-ci sualda belə deyək də, vərdişdir və Osman çox tənbəldir. O nevə heç zaman dərslərini properly, doğru düzgün hazırlamır, öyrənmir. Bu vərdişdir. Yəni ya tənbəl idi, öyrənmirdi olar, ya da tənbəldir, öyrənmir olar. İkisi də sadə zamanda işləyir. O zaman cavab nədir? A variant. Is lazy, never learns. Heç zamanda öyrənmir. 12-yə baxsan. When zaman budaq cümləsidir. Baş cümlə gələcəkdə olanda budaq hansı zamanda işlənir? İndikidə. Hansı variantdır? Y variantı get back. Modullar hazır olsa sən geri qaydanda. Sonra 13-cü suala baxsaq, bağlayıcımız burada nədir? As soon as-dir. Baş cümləmiz will walk gələcək zamandır. Onda budaq normaldır. İndiki zaman olmalıdır. İndiki zaman olsa stops. Bəs niyə A variantı olmaz? Çünki yağış axı burada təkdir axı itdir. It stop yox, it stops olar. Və yağış dayandırıldı da ola bilməz. Çünki yağış özü dayanır. Olacaq stop. Yağış dayanan kimi çölə çıxacaqlar. Sonra 14-cü suala baxsaq, bağlayıcımız burada nədir? As soon as-dir. Yoldaşlar, budaq cümlə nə işlətmirdi? Gələcək ilə bitmişləri işlətmirdi. Bax, burada C variantı gələcəkdir. D variantı gələcəkdir. Qalan variantlar qalır. Y variantı learned keçmişdi, has indiki, keçmişlə indiki olmaz. A variantı learns indiki, inform keçmiş, indiki ilə keçmiş olmaz. Doğru cavab nə qalır? B. Learn öyrəndi keçmiş, inform da keçmiş zaman. Polis öyrənən kimi onlar bizə məlumat verdilər. Sonra 15-ci sualda da yenə bağlayıcımız as soon as-dir. Budaq cümlə nə işlənməz? Gələcəklə bitmişlər işlənməz. Gələcəklə bitmişlərə çıxsam, cavab qalır 1 və 4. 1 və 4. Aydındır. Sonra gəldik 16-cı suala baxaq. Burada bağlayıcımız yoldaşlar nədir? No-suna zən. Bu bağlayıcıları məncə xatırlayırsınız. Nə demişdi? Hardly when, scarcely when, barely when, bir də no-suna zən bağlayıcılarında demişdi, dim illərlə dəyişməyən bir şeydir. Birinci tərəfə past perfect verir, ikinci tərəfə past simple verir. O qayda yadınızdadırsa, direkt cavabın D olduğunu qənaətinə gələ bilərdiniz. Amma ki, bunu bilmək şərt deyil. Yəni, bilməsəz də cavabı tapa bilərdiniz. Necə tapa bilərdiniz? Budaq cümlə nə işlənməz? Yoldaşı, gələcəklə bitmişlər. O zaman Y variantı yanlışdır, bitmiş olmaz. Sonra B variantı had see yox, normaldır had seen. Çünki üçüncü formalı feil işlənir, had verb işlənir. Yəni had see yox, had seen olardı. Bu da etdi. Sonra C variantında have indiki zaman, ran-lə went-də keçmiş zaman. Yəni bu tərəfə indiki yazıb, budaq cümlə tərəfə isə keçmiş yazmamız yanlışdır. A'da isə nə yanlışdır? Did you saw yazırsınız, yox did you see yazırsınız. Yəni do, does, did qarşıya keçəndə feil nəyə qayıdır? Məsdər formasına qayıdır. Burada saw yerinə nə yazılmalı idi yoldaşlar? See. O zaman doğru cavab yenə nə qalır? D variantı. İstənilən halda əslində variant olaraq bu olmasa götürə bilərəm. Amma yenə də yəni bu olmasa götürə bilərəm. Amma elə də olsa yenə D-ni götürərdim. Çünki məna cəhətdən birinci polisləri görürlər, sonra qaçırlar. Sırf ona görə əslində birinci səhvdə bitmiş olur, ikinci səhvdə sadə olur. Deyir, oğrular polisləri görən kimi qaçdılar, gözdən itdilər deyir. Amma D variantı olmasaydı təbii ki A-nı götürəcəkdim. Başqa variant yoxdur artıq.
Hə, 1-4. İndi gəldi 17-yə baxaq. Burada 17-də bağlayıcımız nədir? Buy the time-dır. Bu da cümlədə nə işlənməz? Yoldaş, gələcəklə bitmişlər. O zaman B getdi, D getdi, C getdi daha doğrusu. Yoldaşlar, indi öz kompüterim deyil, burada faili göstərə bilmirəm. Yazacaq zamanları dərs keçəndə orada şəkil kimi göstərmişdim. Bu da cümlədə nə işləm? Gələcəklə bitmişlər işləmir. Bütün bitmişlər yanlış idi. Baş cümlədə isə hansı bitmişlər? Bəli, indiki bitmiş yanlışdır. Yəni bu dağda bütün bitmişlərin üzərinə xətt çəkildi. Başda isə ancaq indiki bitmişin üzərinə xətt çəkmişdi. Yadca düşərsə. Bu onda zaman D variantı ola bilməz. Baş cümlədə indiki bitmiş işlənməz. Baş cümlədə bu arada indiki bitmiş ancaq sinusdə mümkündür. Yaxşımı yoldaşlar? Ancaq sinusdə mümkün. Aynen nə qalır? Y variantı qalır. Adı da had keçmişdi, amma mit hansı zamandır? İndiki zaman. Mit yerinə orada nə olmalıydı yoldaşlar? Met olmalıydı. Çünki mit indiki zamanda, met keçmiş idi. Met olur. Yaxşımı yoldaşlar? Doğru cavab nə qalır? Y variantı qalır ki, Y variantında burada gələcəklə nə uzlaşır? İndiki zamanlar uzlaşır. Anlaşıldı mı? İndi gəldik negativlə bağlı biraz qaydaları təkrarlayaq. Yoldaşlar, negativdə dediyimiz qaydalardan biri nə idi? No-dan sonra artikel işlənməz, düzdürmü? Eyni şəkildə artikel başqa harda işlənmirdi? No orada da işlənməzdi. Yəni artikel no-da, bir də no orada artikel işlənməz. Amma qalan digər hallarda əgər artikel varsa mütləq ki yazılmalıdır. Yəni qalan heç bir halda biz artikeli atmarıq ya da belə deyək də. Artikeli ancaq hansı halda atırıq? No-da, bir də no orada atırıq. Qalan heç bir halda biz artikeli atmırıq. Məsələn, ona görə A variantında nə olardı? A dictionary, burada da an olardı. Çünki yuxarıdakı əsas cümləmiz də zaten artikel yazılıb, özü sayılan tək isimlərdir. İndi isə digər variantlara baxaq. Məsələn, Y variantında yanlış nədir? Bu arada belə ikinci bir qaydamız nə idi? İnkardan sonra həmcins üzvlər arasında and yerinə or işlənər. Yəni burada mən and yerinə nə yazardım yoldaşlar? Or. Sonra həmçinin to do, also da, as well-dir. Bunlar harda işlənir? Təsdiqdə işlənirdi. Bu da 7. D-də article yoxdur. Bu yanlışdır. C-də yenə and yox, or olardı. Yenə article düşərdi. Doğru cavab nə qalır? B variantı qalır. İndi gəldik 19-cu suala baxaq. Bax, D variantında hadn't to niyə yanlışdır? Nə demişdi? İnkardan sonra to işlənməz. Bəli. İnkardan sonra to ancaq ought not to olur. Yoxsa belə hadn't to, haven't to, hasn't to, needn't to kimi birləşmələr hamısı nədir yoldaşlar? Yanlışdır. Bunu sildik. Hardly inkardır, düzdürmü? İnkardan sonra some yerinə nə yazardıq? Any. Sonra C'de, B'de daha doğrusu. Bax, görürsünüz, couldn't inkar, no inkar. İki inkar ola bilərmi? Olmaz. Və üstəlik əslində burada nəyə də diqqət edin? Without-dan sonra heç zaman no yazmazsınız. Without-dan sonra nə some işlənməz, nə də no işlənməz. Without-dan sonra yazacağınız şey nə olacaq? Any. Amma any yazmaq da şərt deyil, ha, məcbur deyil. Yəni olsa, yəni some ya da no-nun yerinə any yazın. Amma olmasa da olar, hə? Any without sızsız deməkdir. Without sızsız deməkdir. Elə bir sanki negativlik qatır deyə. Ona görə özündən sonra some işlənmir, no işlənmir, any işlənir. Y variantında səbəbimiz nədir? Köməkçi feillə modal feilin inkarından sonra əsas feil gəlməlidir. Burada doesn't-dan sonra əsas feil yoxdur. Deyək, mənim shopping burada isimdir. Bazarlıq deməkdir, bazarlıq. Bunda burada necə olmadı əslində? Doesn't do shopping olardı. Doesn't do shopping. Doğru cavabımız nə qalır? A variantı nə valideynlər, nə də müəllimlər bilmirdilər. Sonra 20-ci suala baxsam, yuxarıdakı cümlədə görürsən artikellar var. Necə isimdir? Sayılan tək isimdir. Təbii ki, yuxarıdakı cümlə verilməmiş olsaydı belə, yoldaşlar, siz özünüz məntiqlə çıxa bilərsiniz. Məktubdur, telegramdır, sayılan isimdir. Qabağında artikel yazılar. Bu yanlışdır. Sonra no'da və no orada artikel əksinə düşər. Bu yanlışdır. Sonra notda artikel yazılar və üstəlik burada and yox nə olardı? Or. Sonra Y variantında yine and yox nə olardı? Or. Və üstəlik burada nə yanlışdı? To yanlışdı. To təsdiq cümlə sonunda işlənərdi. Doğru cavab nə qalır? D variantı qalır ki, nə məktub, nə də telegram yox idi. Sonra 21-ə baxsa, Ayza yadda saxlayın ki, inkar cümlənin sonunda işlənər. Bu yoxdur. To do, also da harda işlənər? Təsdiq cümlədə işlənər. Bu yanlışdır.
Y-də cümlə sonunda na isə da'da kimi işlənə bilməz. Bu da getdi. Doğru cavab nə qalır? D variantı. Deyil, mən də belə insanları xoşlamıram. Sonra 22-ci suala baxsaq, Y variantında A isə inkar cümlənin sonunda işlənərdi. Bu getdi. Sonra D variantında na isə cümlə sonunda da'da kimi işlənməz. Bu da getdi. Sonra B ilə C-də to ilə also təsdiqdə işlənər. Bu da getdi. Doğru cavab nə qalır? A variantı qalır ki, bəli, A variantı. Mənim yoldaşım, dostum da bizə qoşulmayacaq. Sonra növbəti 23-ə baxsaq, A variantında kitab və jurnal sözünün artikelləri yoxdur. C variantında and yox nə olardı? Or. Üstəlik to təsdiqdə işlənər. Bu getdi. Sonra Y variantında yenə and yox or olardı. Üstəlik artikellarda nə olardı? İşlənərdi. B ilə D arasında qala bilərsiniz. Amma D variantı yanlışdır. Niyə görə yanlışdır? Deməmişik ki, yəni to, no-dur, no oradan sonra artikellar və əvəziklər düşür. Yəni artikel səhvdir. Bir də no any deyə bilməzsən. Çünki no ilə isim arasında nə artikel, nə əvəzi işlənmir. Yəni no any deyə bir şey yoxdur. Not any var, amma no any deyə birləşməmiz yoxdur. Doğru cavab B. Sonra növbəti. 24'te A variantında artikel yoxdur. Üstəlik neither or yox, nə olardı? Neither nor olardı. Bu getdi. B'də də yenə artikellar yoxdur. Üstəlik iki inkar var. C'də də and yox, nə olar burada? Or olar. Və to da təsdiq sonunda, təsdiqdə işlənərdi. D variantı doğru cavabdır. Nə qardaşı, nə bacısı yoxdur. Y variantına gəldikdə isə no any deyə birləşməmiz yoxdur yoldaşlar. Və no and yerinə no or işlənməlidir. Bu səhvdir. Gəldi 25-ə baxaq. A variantı elə doğrudur. No or yazılıb və hər iki tərəfdə də artikellar düşür. B-də nə səhvdir? Və burada tələbənin artikeli yoxdur. C-də nə səhvdir? Heç bir nə tələbə, nə də müəllimin artikeli yoxdur. D-də əksinə artikel düşərdi. Y-də yenə nə yoxdur? Artikel yoxdur. Doğru cavab A. Sonra 26-da also harda işlənir? Təsdiqdə. To harda işlənir? Təsdiqdə. Getdi. Cümlə sonunda neither işlənməz, həm də 2 dənə inkar var deyə çıxada bilərsiniz. Sonra C-də either inkar cümlənin sonunda işlənirdi, amma inkar deyil cümləmiz. Doğru cavab nə qalır? D variantı. Sonra növbəti Y variantında to təsdiqdə işlənər. Üstəlik and yox nə olardı? Or olardı. Yenə burada and yox or olardı. Üstəlik neither cümlə sonunda işlənir ya da iki inkardır. Buna görə çıxa bilərik. C-də didn't inkar, neither inkar, iki inkar olmaz. B variantında məsələn burada artikel yanlışdır. Çünki goat keçi sözünün keçi təkdədir, artikel olar, goat olardı. Və shipdə soruşsa, shipdə və ya sual altındadır. Yəni tək kimi qəbul etsin artikel ola bilər, amma cəm kimi qəbul etsin artikelə ehtiyacı yoxdur. Amma keçi ən azı təkdə orada artikel olardı. Doğru cavab nə olur? A variantı olur ki, no ship or goat. Nə keçilər, nə də qoyunlar yox idi deyir. Sonra 28-ə baxsa, B variantında to təsdiqdə işlənər, bu getdi. C-də and yox or olardı, elə B-də də yenə and yox or olardı. D variantında artikellar yoxdur. Y-də də yenə artikel yoxdur. Burada da neither or yox, yoldaşlar nə işlənərdi? Neither nor işlənərdi. Doğru cavab nə qalır? A variantı no house or garden. Nə bağ, nə də evi yoxdur deyir. 29-cu suala gəldikdə köməkçi feillə müdafiə inkarından sonra nə işlənməlidir? Əsas feil işlənməlidir. Yəni needed'dan sonra, burada needed'dan sonra əsas feil. Üstəlik inkardan sonra some işlənməz. C-də də inkardan sonra some işlənməz. To təsdiqdə işlənər. D-də don't inkar, nobody inkar, iki inkar olmaz. Doğru cavab nə qalır? Y variantı. Don't need, köməkçi əsas feil. Doğru cavab Y. İndi 30-cu suala gəldikdə Hardy bu cümləni nəyə çevirir yoldaşı? İnkara çevirir. Hardy nobody yoxsa hardy anybody? Hardy anybody. Hardy inkardırsa, yəni no yazmaram da any yazaram. Sonra C variantında needed'dan sonra nə yoxdur burada? Əsas feil yoxdur. Yəni köməkçi feillə müdafiənin inkarından sonra əsas feil gəlmir. Orada feil yoxdur.
Bəs B variantındakı yanlış nə? B variantındakı yanlışı öncəliyinə ə, yazım izah edeyim. Bu Soduay, Nayzaduay quruluşları ilə bağlıdır ki, yoldaşlar. Tutaq ki, deyək ki, Alex learns words. Alex sözləri öyrənir. Belə bir cümlə işlədirəm sizin üçün. Siz də qayıb deyirsiniz ki, ay müəllim, mən də öyrənirəm. Mən də öyrənirəm. Qısa şəkildə cavab verirsiniz. Necə deyirsiniz onu? So do I deyirsiniz. Ya da elə məsələn filan kəsdir, elə o da öyrənir. Nə deyirik? So does məsələn she. Elə o da öyrənir. İndi bu nədir yoldaşlar? Bir təsdiq fikrə normalda Azərbaycan dilində biz istəyir inkar olsun, istəyir təsdiq olsun, mən də deyirik. Tutaq ki, o sözləri öyrənir, mən də. O sözləri öyrənmir, mən də deyirik. Hər iki halda mən də deyirik. Amma ingilis fərqləndirir. Yəni Alex sözləri öyrənir, elə mən də demək istəyəndə so do I deyir. Yəni quruş bu olur. Amma desək ki, Alex sözləri öyrənmir. Alex doesn't learn words. Sözləri öyrənmir. Elə mən də demiş olsaq, deyəcəyik ki, neither do I. Elə mən də öyrənmirəm. Ya da ki, neither əvəzini nor da işlədir. Məsələn, elə o da öyrənmir. Nor does she. Elə o da öyrənmir. Bax, onda biləsiniz ki, ingilis mən də deyəndə fərqləndirir. Təsdiqə so do I quruluşu ilə, inkara isə neither do I quruluşu ilə cavab verir ki, Alex öyrənmir, elə mən də, yəni elə mən də öyrənmirəm, qarşılıq verir. Bu arada burada do ya da does yazmamız nədən asılıdır? Yuxarıdakı əsas cümləmizi, yəni bu cümləni sualı və inkarı nə ilə düzəlirsə, biz də aşağıdakı cümlədə də həmin köməkçi feildən nədir? İstifadə edirik. Aydın oldu. İndi buranı silək. Və burada biz hər şeyi etdik. Biz hər şeyi etdik. Cümlə belədir. Bir dənə sileyim, hə. Biz hər şey etdik. Neither did you. Elə sən də etmədin. Biz hər şey etdik. Elə sən də etmədin. Nədir ki, məntiqsiz çıxır axı. Elə sən də etdin olardı. Ya da gərək bunu inkar yazım ki, biz hər şey etmədik. Biz hər şey etmədik. Elə sən də etmədin. Ya da etdik, elə sən də etdin olardı. Yəni etmədik deyirəm və burada da neither did you yazıram ki, yəni qarşılıq versin ki, elə sən də etmədin. Bəs D variantında yanlışımız nədir yoldaşlar? D'də zaman yanlışdır. Burada Bill read no books or magazines cümləsinin tərcüməsi sizdə Bill kitab oxumur yoxsa oxumurdu? Oxumurdu. Oxumurdu keçmişdə verilir. Bu əgər indiki zamanda verilmiş olsaydı bu cümlə Bill he-di axı he reads olardı. Üçüncü şəxsindəki he reads olardı. Demək, bunu hansını veriblər? Keçmişdə veriblər. Aha, keçmişdə veriblərsə, o zaman mən burada doesn't yerinə nə yazarım yoldaşlar? Didn't yazardım. Bir kitab və jurnal oxumurdu, elə Karolda, yəni elə Karolda oxumurdu kimi cavab veririk. Və gəldi doğru cavab isə 7. Əgər sən burada qalmasan, mən də qalmayacağam. Aydındır. Bu da şərt, bu da uzun məsələ. Sən qalmasan, mən də qalmayacağam deyirik. Neither did Carol. Bəli, olardı. Yəni, Carol didn't Isaac yerinə neither did Carol da yaza bilərdiniz. Bəli. Yoldaş, aydın oldu burası. Hə, burada yandıraq.